dilin də Azərbaycan dilinə baxın. Əsası fars sözləridir, talış sözləridir və Qafqaz dilli sözlərdir, bir də ərəb sözlərindən ibarətdir. Yəni burada da biz Azərbaycan dilinin də heç əslində türk dili olduğunu iddia edə bilmərik. Burada qrammatik quruluşdan danışılır, amma Azərbaycan dilinin qrammatik quruluşu, ümumiyyətlə türk dillərinin qrammatik quruluşu da şimali İran dillərinin, yəni talış dili, gülək dili, digər bu dillərin quruluşundan götürülübdür. Yəni tarixdəki nümunələr bu quruluşu ilk dəfə olaraq İrani dillərdə götürübdür. Türklərdə isə belə bir quruluş olmayıb. Onlar bizdən götürübdür. Yəni Azərbaycan dili belə mən iddia edə bilərəm ki, dərinə getsəm, bu İrani bir dildir. Əslində İrani bir quruluşdur. Sadəcə İrandakı indiki dil fars dili qəbul olunduğuna görə əsas deyil. Bir qədər qrammatik quruluşlar fərqlidir və insanlara belə gəlir ki, hə, türk dilinin özünə aid və yaxud da Azərbaycan dilinin özünə aid bir quruluşu var.